Salam Hafiz müəllim. Salam, Vüsal bəy, xoş gəlmisiniz. Hal-hazırda mən sizi dəvət etmişəm. Satışa çıxarmaq istədiyim bağı sizə təqdim edeyim. Hal-hazırda gördüyünüz ərazi bağa aparan yoldur. Onun bağın torpaq sahəsinə aidiyyəti yoxdur. Həmin yolun üstü üzüm çardağıdır, müxtəlif üzüm növləridir. Bu isə gördüyünüz ərazi bağın ərazisidir. 12 sotdur. 12 sotdur. Və 12 sotu torpağın üzərində ölçüləri 144 kvadrat metr olmağa ev tikilmişdir. Ev 3 otaqlı, 2 yataq və bir qonaq otağından mətbəx və sanuzildən ibarətdir. Evin tavanı monolit örtüklü, çöl hissədən tam perimetr boyu ağlay daşı ilə üzlənmişdir. Bağın aşağı hissəsində gördüyünüz yay sanuzili və duşudur. Aşağı hissəsində isə 27 kubluq şambo quyusu vardır. Bağın ərazisində müxtəlif sort ağaçlar var. Onlardan bəzilərini saymaq olar. Əncir, üzüm, gavalı, ərik, zeytun və s. Onu da qeyd etmək istəyirəm ki, ev tikilməmişdən əvvəl bağın ərazisi tarixi bir şəxsiyyətə aid olubdur. İran inqilabının banisi, pişəvəri oğluna məxsus olub. 2009-cu ildə bağ ərazisinin 12 sotu onun oğlundan alınmış və gördüyünüz bu ev inşa edilmişdir. Vaxtilə burada da bizim ailəyə məxsus müəyyən tədbirlər keçirilmiş, şad günlərimiz qeyd olunmuş. Bura isə gördüyümüz ərazi ölçüləri 9'un 4'e olan söhbətgahdır. İçərisində manqalini, yan hissəsində yay mətbəxi yerləşmişdir. Manqalın üzərində təqribən 16 şiş yerləşdirmək mümkündür.
Bura isə nasosxana binasıdır. İçərisində 6 tonluq su çəni yerlə bölmüşdür və gidrofor sistemi yığılıbdır. Bura əldamıdır. Əldən qalan əşyaları yığılması üçün nəzərdə tutulub. Bura isə qazanxanadır. Qazanxanada qazandan əlavə 200 litrlik isti su istehsalı üçün boiler quraşdırılıb. Evin özü isti su, soyuq su, kondisioner sistemi ilə tam təchiz olunubdur. Hal-hazırda pilləkənlə terrasa qalxırıq. Terrasdan baxdıqda bağın möhtəşəm görüntüsünü seyr etmək mümkündür. İndi isə daxil oluruq evə. Qarşımızda dəhlizdir. Dəhlizə daxil olan kimi dəhlizin sol tərəfində 3 fazalı elektrik gərginlik tənzimləyicisi quraşdırılır. Dəhlizin sol tərəfində 36 kvadrat metr olan zal, və 18 kvadrat metr olan yataq otağı. Dəhlizin sonunda isə hamam sanitar qovşağı yerləşir. Dəhlizin sağ tərəfində isə 18 metr kvadrat olan digər yataq otağı, və mətbəx. Bağ məxsus olan su xətti, qaz xətti və 3 fazalı elektrik xətti ilə təchiz edilib. Kanalizasiya isə bağın aşağı hissəsində tikilmiş 27 kub metrlik şambol quyusuna axıdılır. Evin içində və söhbətgahda quraşdırılmış mebellər qalmaq şərti ilə digər şəxsi əşyalar götürülür. Dənizə qədər olan məsafə təqribən 700 metrə bərabərdir. Nəqliyyat barədə məlumat verim. Bağdan Görədil elektrik qaz stansiyasına qədər olan məsafə təqribən 500 metrdir.
Bundan əlavə Azadlıq metrosunun qarşısından Bakubas şirkətinə məxsus 108A marşrut avtobusu bağın yaxınlığından təqribən 200 metrliyindən keçərək Sərhədçi istirahət mərkəzinə qədər hərəkət edir. Bundan əlavə 536 saylı Sumqayıtdan hərəkət edən avtobus bağın qarşısından keçir. 592 saylı marşrut isə Xırdalan şəhərindən hərəkət edir. Evin və torpağın çıxarışı var və qeydiyyatda heç kim yoxdur. Qiymət ilkin olaraq 215 min manat. Ancaq düşünürəm ki, real müştərilər üçün oturub qiymət üzərində danışmaq olar. Hafiz müəllim, izləyicilərə dolğun məlumat verdiyinizə görə təşəkkür edirəm.